Bugünkü mövzumuz Instagram və satış üzərindən olacaq. Mən, yəni bundan əvvəlki normalda, yəni Instagrama haqqında giriş verirdim və nələr etməliyik, nələr etməməliyik bu haqda danışmalıydım. Amma məndən əvvəlki spikerlər düşünürəm ki, bu haqda danışıblar. Mən sırf bu gün Instagram və satış bölməsi haqqında danışacağam. Necə biz müştəri əldə edə bilərik, onları necə cəlb edə bilərik və sair bu haqda danışarıq. Sonda isə kimin nə sual varsa, ümumi Instagramla bağlı, sosial media ilə bağlı və ya satışla bağlı mənə ünvanlaya bilərlər. İlk öncə sizinlə tanışlığı elan edək. Bəziləriniz bəlkə məni tanıyır, bəziləriniz tanımır. Mən Arzu Zamanova 2023-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsində tərcüməçilik ixtisası üzrə oxuyuram. Bəziləriniz sual verə bilərsiniz ki, bəs tərcüməçilik nə əlaqə, sosial media mütəxəssisliyi nə əlaqə? Sizi inandırım ki, yəni sosial media olan sevgim o qədər çox idi ki, mən ikinci iş olaraq deyil, hətta birinci iş olaraq bu işlə məşğul olmağı seçmişəm. Siz də yəni əgər hər hansısa başqa bir ixtisas üzərindəsinizsə heç də narahat olmayın. Rahatlıqla sosial media haqqında öyrənib, sosial media mütəxəssisi kimi və digər content manager, dizayner və digər bu sahə üzrə işləyə bilərsiniz. Freelance olaraq da və ya hər hansı bir şirkətdə. 2024-cü ildən rəsmi olaraq sosial mediada sosial media mütəxəssisliyi ilə məşğulam. Eyni zamanda copywriterlik, content menecerliyi və dizaynerlik üzrə də fəaliyyət göstərmişəm və fəaliyyət göstərirəm. Mükafatlarım Gənclər və İctimai Nazirliyi tərəfindən İlin Gənci və Ayın Könüllüsü mükafatlarım olub. Bunu da qoymağımda səbəb sosial həyatımda da aktiv bir insan olduğuma görə oradan da tanıdığım sosial çevrəm vasitəsilə mənə belə işim üzrə müraciətlər gəlirdi. Yəni dost tanış mənə yönləndirirdi ki, hə, Arzu səni tanıyırıq, bəs bir nəfərə sosial media mütəxəssisi lazımdır, səni yönləndirirəm. Deyirəm ki, əlbəttə. Yəni siz də bu şəkildə çevrənizi geniş tutaraq öz istənilən bir sahənizdə, yəni dost tanış vasitəsilə də belə deyək, müştəri və ya necə deyək, aktiv izləyici qazana bilərsiniz. Sizinlə tanış olacağıq, amma gəlin hələ ki giriş hissəsinə başlayaq. Mən Instagram alqoritmasına başlamaq istəyirəm, hansı ki bunlara nişin tapılması, hədəf kütləsi və əlaqə daxildir. Gəlin baxaq görək bunlar nədir. Nişin tapılması. Öncəliklə niş nədir? Ən çox sosial media sahəsindəsinizsə bu sözə çox rast gələcəksiniz. Niş bildiyimiz bizim işimiz, sosial mediada tərifi budur. Yəni niş bizim sahəmizdir. Biz hansı sahə üzrə sosial mediada fəaliyyət göstərəcəyik. Məsələn, müəllimsinizsə sosial mediada səhifə açırsınız, siz müəllim kimi fəaliyyət göstərirsiniz və ya digər sahələrdə siz nə üzrə, yəni səhifə açacaqsınızsa, davam edəcəksinizsə, sizin nişiniz odur və ilk öncə siz öz nişinizi müəyyən etməlisiniz. Daha sonra hədəf kütləsi. Hədəf kütləsindən çox danışacağıq. Ümumiyyətlə sosial media haqqında danışırıqsa, onun əsas belə mənbəyini, özəyini təşkil edən elə hədəf kütləsidir. Hədəf kütləsi nədir? Bildiyimiz bizim izləyicilərimiz, biz kimə satmaq istəyirik məhsulu onlar bizim hədəf kütləmizdir. Yəni bizim real alıcılarımız, potensial alıcılarımız bizim hədəf kütləmizdir. Daha sonra əlaqə hissəsinə də birazdan daha çox yer verəcəyik, amma qısa olaraq deyim ki, Instagram alqoritması, ümumiyyətlə Instagrama daxil olursunuzsa və xüsusən də satış üzrə məşğul olmaq istəyirsinizsə, fərqi yoxdur, siz hər hansı bir brendiniz var, onu satmaq istəyirsiniz, məsələn, aksesuar və s. və ya müəllimsiz, hər hansı bir xidmət sahəsindəsiz, onu oradan belə potensial öz hədəf kütlənizi tapmaq istəyirsiniz, fərq etmir. Əlaqə çox önəmlidir. Dediyim kimi, elə bunun başlıca səbəbi də sosial aktivliyiniz ola bilər. Digərlərinə isə növbəti saytlarda rast gələcəyik. Keçid edək ilk öncə bunları bil hissəsinə. Hansı ki, bunları bilsək, biz belə əsas mövzuları biləcəyik və digər təməl şeylər üçün də bizə çox önəmli rol oynayacaq. Hansı ki, ilk öncə bilməli olduğumuz şey kimə satacağımızdır, yəni məhsulu kimə satırıq. Müştəri kütlənizi yaxşı tanıyın, auditoriya təhlili aparın, yoxsa tanımadığınız auditoriyaya nə verəcəyinizi və ya probleminizi sosial mediada dərdinizi necə izah edəcəyinizi bilmərsiniz, aksesuar axtaran müştəriyə ayaqqabı verərsiniz. Biraz gülməli tərəfdən də yanaşaq.
nə deməkdir? Yəni ilk öncə siz bazara hər hansı bir məhsul çıxardırsınızsa, o məhsulun kimə satacağını bilməlisiniz. Bu, yəni real marketinqdə adi, yəni sosial mediadan uzaq ənənəvi marketinqdə də belədir. Eyni şəkildə sosial mediada belə olduğuna görə siz bu təməl ehtiyacları, təməl bilikləri bilməlisiniz. Müştərinizi tanımalısınız. Məsələn, siz aksesuar mı satırsınız? Tutaq ki, sep, qolbaq, sırğa və s. Deməli, sizin hədəf kütləniz, müştəri bazanız kim olacaq? Təbii ki də qadınlar olacaq. Kişilər də, bəylər də bir hissəsi olacaq. Onlar da hansı ki, xanımlarını almaq istəyərlər, qızlarını almaq istəyərlər və s. Daha sonra yaş aralığı var. Üzr istəyirəm. Yaş aralığı var, hansı ki, bu yaş aralığı da çox vacib önəm faktordur. Məsələn, siz müəllimliklə məşğulsunuzsa, sizin belə deyək, tələbələriniz kim olacaq? Təbii ki də 15-17 yaş arasında şagirdlər daha çox olacaq. Ola bilər ki, bəziləri tələbə olsun. Yəni deyim ki, sizə 40-dan 50-dən o tərəfə, hələ mən çox deyirəm də, yəni ondan o tərəfə sizin təbii ki də müştəriniz ola bilməyəcək. Yəni bunu da nəzərə almaq lazımdır. Müştəri kütlənizi yaxşı tanımalısınız. Auditoriya təhlili aparmalısınız. Sizin izləyiciləriniz kimlər olacaq, kimlərə xidmət göstərəcəksiniz. Siz auditoriyanı tanımadan onlara nə verəcəksiniz, sonra onların problemi nədir, bu problemi necə aradan qaldıracaqsınız, təbii ki də bunların heç birini bilə bilməyəcəksiniz. Dediyim kimi, aksesuar axtaran müştəriyə ayaqqabı vermək lazım deyil, elə aksesuar axtaran müştərinin özünü tapmaq lazımdır. Daha sonra strategiya planı. İnsanlar sizi Instagramdan durduq yerə tapmaz. Həmçinin biznes hesabını izləmək inanılmaz dərəcədə darıxdırıcı ola bilər. Auditoriyanızı cəlb etmək və saxlamaq üçün bir strategiyaya sahib olun. Belə deyək, sizin bir dənə səhifəniz var, bu biznes səhifəsidir və siz bura təbii ki də müştəri cəlb eləməlisiniz, amma bu müştəri sizin səhifənizdə qalmaq üçün də hər hansı bir strategiya planı qurmalısınız. Tutaq ki, siz müəllimsiniz. Əlbəttə ki, sizə lazımdır ki, o uşaqlar sizin yanınıza gəlsin, sizə ödəniş edəsinlər, sizdən dərs alsınlar. Amma sizin səhifənizi də izləməsini istəyirsinizsə, yəni o follow-unuzu belə deyək, çoxaltmaq istəyirsinizsə, əslində bunun heç bir önəmi yoxdur. Bu haqda da danışa bilərəm. Yəni follow-un heç bir önəmi yoxdur. Sizin 20 belə deyək, takipçiniz olsun, amma 20 takipçidən 10 nəfəri sizə sizin yanınıza gələn tələbə olsun, şagird olsun. O yaxşıdır. Nəinki sizin tutaq ki 10.000 takipçiniz olsun, necə onlar 5 nəfər sizin yanınıza gələ bilməsin. Gördüyünüz kimi, yəni follow orada çox da önəmli bir rol oynamır. Amma yenə də siz insanları sizin səhifənizi izləməyə, sizinlə daimi kontakt qurmağına, daha sonra siz hər hansı bir yeniliyi edirsinizsə, o yeniliyi insanlara çatdırdıqda o insanlar sizin bu yeniliyinizdən xəbər tutmasını istəyirsinizsə, onlar üçün bir strategiya planı qura bilərsiniz. Müəllimsiz, okey, Instagrama girirsən, o qədər müəllim var ki, nəyə görə bu insan səni izləməlidir? Sənin hər hansısa digər müəllimlərdən fərqin nədir? Siz o fərqi ortaya qoymalısınız və ona görə strategiya planını hazırlamalısınız. Yəni insanlar sizi həqiqətən də Instagramda durduq yerə takib etmir. Hə, müəllimsiz, okey, bir yerə kimi sizin bilik verirsiniz, onlar sizi takib edəcək, okey. Amma bir yerdən sonra baxacaqlar ki, hə, bu başqa müəllim də həmin o bilikləri paylaşır da, sizin yanınıza yox, gedəcək digər səhifəni izləyəcək. Niyə? Məsələn, o daha fərqli bir interaktiv şəkildə dərs keçmə metodu var. TikTokda hətta Şəfəq müəllim bəlkə də çoxlarınız tanıyarsınız. Mən sevərək izləyirəm. Məsələn, onun öz qırmızı sarı kart vərəqindən çox insan tanıyır onu. Özünə görə bir strategiya qurubdur, özünə görə bir metod belirləyibdir. Buna görə də insanlar onu tanıyır və digər alman dil müəllimlərinin yanına deyil də, həmin müəllimin yanına gedirlər. Bu kimi siz də öz strategiya planınızı qurmalısınız. Daha sonra özünüzü tanıtmağı, xüsusilə kiçik bir hesab olduğunuzda özünüzü sübut etməli ola bilərsiniz. Müştəri məmnuniyyəti mesajları, xoşbəxt müştəri foto şəkilləri və rəylərinizi paylaşmaqla işinizi də asanlaşdıracaqsınız. Yəni siz bir iş ortaya qoyursunuzsa, bu işdən həqiqətən məmnun olan müştəriləri siz paylaşacaqsınız. Bu ego və ya başqa bir şey deyil. Bunu hər kəs edir və etməlidir də. Sadəcə olaraq onu abartmamaq şərtinə. Yəni storylərinizi, nə bilim, postlarınızı sırf müştəri məmnuniyyətindən doldurmayın. Hər şeyin, yəni öz qədərində paylaşmaq çox yaxşı olar. Yəni insanlar sizin səhifənizə girəndə təbii ki də birinci baxacaqları şey
okey, sizi bəyəniblər, amma müştərinin rəyləri də onlar üçün önəmlidir ki, hə, bu səhifədən kimsə deməli aksesuar alıbdı və ondan çox məmnun qalıbdı məsələn və ya orada müştəri başqa bir yaxşı və ya pis tərəfini deyə bilər. Siz onları paylaşdıqda müştərilər bunu artıq biləcək ki, hə, burada real alıcılar var və onlar məmnundurlar və ya məmnun deyillər və s. Yəni bunlara fikir verəcəklər. Ona görə də siz çalışın ki, müştəri məmnuniyyət mesajlarına, rəylərindən paylaşasınız. Bu da sizin işinizin daha da asanlaşdıracaq. Xüsusilə də siz kiçik bir hesab olduqda, daha kiçik bir biznes hesabı olduqda bunu belə paylaşmağınız daha yaxşıdır. Çünki böyüklər artıq özlərini tanıdılar. Məsələn, bu gün artıq Nike-ın müştəri məmnuniyyəti paylaşmağına ehtiyac yoxdur. Çünki onun milyonlarla alıcısı var, sevəni var. Yəni oradan istəyən alır, istəyən almır. Belə. Amma siz kiçiksinizsə, siz özünüzü tanıtmaq üçün və ya necə deyək, sizdən özünüzü sübut etmək üçün müştəri məmnuniyyəti mesajlarında zəhmət olmasa paylaşın, lazımdır, amma qədərində. Daha sonra problemin həlli. Əgər sadiq auditoriyaya sahib olmaq istəyirsinizsə və izləyicilərinizin nəinki sizin müştərilərinizə çevrilməsini, həm də sizi tapmasını istəyirsinizsə, problemləri həll edən məzmun yaradın. Bu nə deməkdir? Ümumiyyətlə bir səhifə yaradarkən hansı ki dediyi strategiya planı olmalıdır. Eyni şəkildə problemin həllini də siz düşünməlisiniz. Yenə deyirəm, siz bazara çıxdıqda bunlar hər biri əvvəldən planlanmalıdır. Siz okey, bu aksesuarı satacaqsınız. Ancaq aksesuardan getdim. Makiyaj malzəmələri deyək, məsəl üçün. Siz bunu deməli paylaşacaqsınız. Amma nəyə görə paylaşırsınız? Bu gün insanlar yəni sırf həmin məhsulun özünü deyil də, o məhsulun effektini daha çox axtarırlar. Mən hətta TikTokda, Instagramda da bu artıq görə bilərsiniz, trendə çevrilib. Necə? Bir məhsulun özünü deyil də, həmin məhsulu marketinq SMM-lər və ya oranın işçiləri götürürlər, üzlərində tətbiq edirlər və onu elə paylaşırlar. Bu bizim üçün də yaxşıdır. Yəni qadın olaraq mən daha çox üstün verərəm, nəinki digər eləcə bir məhsulun özünü paylaşmağa. Çünki göründüyü kimi çıxmır məhsul. Bu digər belə deyək, sahələrə də aiddir eyni şəkildə. Yəni siz bir məhsulu aldıqda, məhsulun sadəcə şəklinə baxmaqla, yəni adi Temudan, Trendyoldan da məsələn uzaqdan baxırıq, amma gələndə istədiyimiz kimi çıxmır. Eyni şəkildə məhsulun özünə baxanda biz bilmirik o yaxşıdır ya pisdir. Onun məsələn üzrə tətbiqi varsa, üzrə tətbiqi və ya nə bilim onun effektlərini yazmaq bizim üçün daha çox xeyirlidir. O zaman insanlar da məsələn dərman paylaşırlar, amma o dərmanın mənfi tərəflərində tutaq ki, filan şeyə allergiya edir və ya filan kəslər istifadə etməsin deyəndə o daha yaxşıdır, nəinki məhsulun özünü paylaşmaq. Yəni demək istədiyimi başa düşdünüz. Yəni siz bir problemi birinci müəyyən edirsiniz, daha sonra sizin məhsulunuzu uyğunlaşdırmalısınız ki, o problemi həll edir ya etmir. Ondan sonra onu artıq türklər demiş piyasaya sürə bilərsiniz. Çalışın ki, problemi həll edən məzmun yaradasınız. Və ola bilər ki, məsələn, bu bir qələmdir. Okey, hamı qələm satır deyəcəksiniz, qələmi necə reklam eləmək olar? Amma inanın ki, o qələmi də çox gözəl reklam edən var. Məsələn, deyə bilərsiniz ki, digər qələmlər yazmır, bizim qələmimiz tutaq ki, yazmaqda sizə kömək edir və s. Yəni özünüz başa düşdünüz məncə, uzatmayım. Daha sonra isə effektiv reklam və doğru hashtag. Əgər pulunuz varsa və reklama xərclədiyinizdən qat-qat çox qazana bilirsinizsə, reklam edin. Əgər pulunuz yoxdursa, düzgün hədəflənmiş və işləyən hashtaglərdən istifadə edirik. Düzgün məzmunu olan doğru insanlarla əlaqə saxlayın. Bəziləri deyir ki, reklam yaxşıdır, bəziləri deyir ki, pisdir, amma mən istədiyim ki, ilk öncə səhifənizi düzgün şəkildə qablaşdırın. Qablaşdırmaya nələr daxildir? Yəni sizin highlights bölməniz olsun, adınız düzgün olsun, profil şəkliniz olsun, bio hissəniz doğru şəkildə olsun. O adın aşağı hissədə profil şəklinin indi yana keçib, orada adlar yazılır. Həmin hissə doğru olsun. Ondan sonra siz düzgün şəkildə postlar paylaşın və daha sonra reklama verin. Bu zaman reklamınız həm uğurlu olacaq, həm də ki, yəni sizin xərclədiyiniz pul qat-qat daha çoxu sizə gələ bilər. Təbii ki də siz doğru məhsul satırsınızsa, insanların problemini belə həll edirsə, təbii ki də daha çox qazana biləcəksiniz. Amma əgər yox, mən reklama pul vermək istəmirəm və s. o zaman hashtaglərdən istifadə edə bilərsiniz. Bu da çox belə
tartışmaya açıq mövzudur. Bəziləri deyir ki, hashtagdən istifadə etmək heç bir şeyə yaramır, bəziləri deyir yarayır, amma mən sizə deyim ki, hashtag həqiqətən də işə yarayır, amma düzgün hashtaglərdən istifadə edirsinizsə. Çünki mən də adi elə bir şey olur ki, məsələn, onun adını düzgün tapa bilmirəm, beynimdə canlanmır, girirəm məsələn yazıram, hashtag olaraq tapıram həmin şeyi, məsələn, postun altına yazılır, həmin oradan gedib səhifəni tapıram. Ona görə hashtaglər həqiqətən doğru istifadə edildikdə doğru insanların qarşısına çıxır və əlaqə yaratmaq olur. Ona görə də əgər pulunuz varsa, dediyim kimi reklamdan istifadə edin, amma reklamdan əvvəl də əgər siz pul vermisiniz reklamdan və niyə işə yaramır deyirsinizsə, o zaman sizin ola bilər ya reklamı düzgün verməmisiniz və ya sizin səhifəniz düzgün şəkildə qablaşdırılmayıb. Yəni hamısı birlikdə bütöv təşkil edir. Sırf reklam etməklə və ya sırf səhifəni düzgün qablaşdırmaqla ikisi ayrılıqda alınmır. İkisi bir yerdə olduqda təbii ki də daha çox insanın qarşısına çıxır və daha çox sizə qazanc gətirir. Axır ki, mövzumuzun o can alan hissəsi, əsas mövzumuza gəldik, Instagram və satış bölməsinə. Satışlar necə həyata keçirə bilərik? Reelsdən istifadə etməklə, influencer marketingi ilə, DM dəstəyi və sosial media axtarışları. Bu arada biraz gec yadıma düşdü, amma bunları qeyd edin siz özünüzdə, zəhmət olmasa. Əgər hər hansı bir yerdə yadınızdan çox qeyd edə bilməmisinizsə və ya eşitməmisinizsə, sonda mənə deyərsiniz, mən həmin yeri çevirərəm, siz SS eləyərsiniz və qeyd edin. Gəlin bir baxaq. Birinci reelsdən istifadə. Rəqəmsal marketinq investisiyalarından gəlir əldə etmək istəyən brendlər qısa formatlı videoya, yəni reel məzmunlu diqqət yetirməlidirlər. Statistikalar və hesabatlar göstərir ki, investisiyanın ən yüksək gəliri hələ də reels məzmunundadır. Sonrakı şəkillər və sonra isə blog məzmunudur. Yəni, satış etmək istəyirsinizsə Instagramda, ilk öncə siz reelsdən istifadə edə bilərsiniz. Hər kəs kimi reelsləriniz doğru şəkildə olmalıdır. Reelsin formatına düzgün riayət edin. Məsələn, 9-16 şəklində olmalıdır paylaşarkən. Daha sonra çıtalardan istifadə edin. O nədir? Call to action, yəni çağırış deməkdir. Tutaq ki, siz videonu paylaşmısınız və istəyirsiniz ki, sizə insanlar DM-dən hər hansı mesaj yazsın o video vasitəsilə də. Tutaq ki, aksesuar paylaşmısınız və istəyirsiniz ki, insanlar DM-dən onun qiymətini sizdən soruşsun və ya başqa bir şey məsəl üçün. O zaman videonu paylaşırsınız ya videonun üzərində kiçik qeyd edə bilərsiniz və ya açıqlama hissəsinə yaza bilərsiniz ki, məsələn, aksesuarın qiyməti ilə bağlı DM-ə yazın. Siz artıq insanları yönləndirirsiniz istədiyiniz bir şeyə və insanlar görəcək ki, siz aşağıda yazmısınız, DM-ə yazın. İnsanlar artıq yoruma deyil də, yəni istisnalar var o heç, yoruma deyil də sizin DM-inizə artıq yazacaqlar və reels atacaqlar. O zaman mənim də paylaşım çoxalacaq, kəşfiyyata daha çox düşmə ehtimalımız olacaq. Yəni reelsdən istifadə etməklə insanları istədiyiniz yerə yönləndirə bilərsiniz və ya məsələn, giveaway keçirirsiniz. Məsəl üçün, deyirsiniz ki, bu videonu məsələn stories-də paylaşın, nə bilim, sonra mənə yazın, nə bilim, bunu qazanacaqsınız və s. İnsanları call to action vasitəsilə istədiyiniz bir şeyə yönəldə bilərsiniz. Daha sonra reelsdə diqqət etməli olduğunuz qarmaq başlıqlardır. Hansı ki, bu qarmaq başlıqlar videonun üzərində yazılan maraqlı, enteresan başlıqlardır. Məsələn, nə deyə bilək? Tutaq ki, mən öz sahəmdən nümunə göstərəm. Deyə bilərik ki, nə deyək? Satışla bağlı bilinməyən 4 yol, 4 üsul, məsəl üçün deyirəm. Artıq insanlar videonun başını görəndə, o başlığı görəndə fikirləşəcəklər ki, hə, okey, mən satışla maraqlanıram, satışla bağlı mənim bilmədiyim 4 dənə mövzu var, görürsən bu 4 mövzu nədir? Artıq insanları maraqlandıracaq bir şey var. Bir də var, mən götürüm ora, məsəl üçün deyirəm, bunların burada sizə dediklərim bir-bir yazım ora. İnsanlar inanın ki, uzun mətn olduğu üçün heç onu oxumayacaqlar. Amma başdan insanlara o 3 saniyə qaydası var. 3 saniyədə insanları cəlb etsəz, insanlar videonu sona kimi izləyəcəklər, açıqlamaya baxacaqlar və s. Ona görə reelsi təkrarlayaq, neynədik? 9-16 formatda paylaşırıq ilk öncə, çox önəmlidir. Bir də çalışın ki, bu CapCut-dan, sonra digər proqramların, InShot və s. istifadə edərkən onların loqolarını salmayın Instagramda.
Çünki onlar qalanda Instagramın keşfetinə düşmək olasılığı daha azalır. Bu da reklamla bağlı olan bir şeydir də. Yəni Instagram deyir ki, sən mənim platformamda başqa bir proqramın loqosundan istifadə edirsən və mən nəyə görə səni ona çıxarmalıyam? Artıq o Instagram üçün ziyan olur ki, pulsuz elə bir reklam gedir. Ya sən onun üçün reklam verməlisən, ya nə bilim, keşfet blokdan çıxmaq üçün oyunlar açasan, yəni keşfet də belədir ki, Instagram keşfetdən səni küstürdüsə, ora bir də qaytarmaq üçün, yəni özünü öldür. Biraz çətin məsələdir, çox uzun çəkir. Ona görə çalışın keşfetinizi, Instagramınızı küstürməyin. Ona görə o həm qeyri-professional görünür bir tərəfdən də. Məsələn, orada paylaşan zaman çalışın ki, onu kəsəsiz. Ya elə tənzimləyin ki, o düşməsin də. Yəni ora indi bilirəm CapCut və sair artıq şey düşür orada loqo, yəni prostuna ehtiyac var, amma yenə də çalışın ki, yəni onun da yolları var. Kəsin və o düşməsin. Belə, sonra keçək influencer marketinqinə. Əgər siz hələ də influencer marketinqdən istifadə etmirsinizsə, yenidən düşünün və bu il marketinq planınıza əlavə etməyi unutmayın. Bununla belə burada yüksək izləyicilər olan makro və mega influencerlarla deyil, markanıza uyğun olacaq mikro influencer seçməlisiniz. 2024-2025-ci illər üzrə hesabatlar göstərir ki, mikro influencer ən yüksək dönüşüm nisbətini təmin edir. Influencer marketinqi bildiyimiz bu blogerlər, influencerlarla çalışmaq və onların reklamından istifadə etmək. Amma istifadə edərkən də bu nüanslara diqqət yetirmək lazımdır. Hansı ki, birincisi çalışın ki, makro və mega dediyimiz o 100K, nə bilim, 100-dən üstün takipçisi olan influencerlarla çalışın ki, çox da işləməyin. Çünki onların reklamı o qədər də effektiv olmuyor. Olanlar var, amma sizə deyim ki, yəni mikro influencerlarla işləmək daha yaxşıdır. Mikro influencerlar kimdir? Daha çox 10K, nə bilim 20K, 10K-dan aşağı takipçisi olanlardır. Sizə nəyə görə deyim ki, onlarla işləmək daha yaxşıdır? Birincisi, onlar daha həvəsli olurlar. Onlar daim istəyirlər ki, yeni kontentlər yaratsınlar və müştərilərlə daim əlaqədə olsunlar, tanınsınlar. Yəni o 100K makro olmaq üçün o yolda çalışırlar, amma o çalışana kimi də, yəni ora gələnə kimi də çox həvəsli olurlar. Ona görə mikrolarla işləmək daha yaxşıdır. Həm həvəsli olurlar, kontentləri daha yaxşı olur. Həmçinin də yəni sizə deyim ki, məsələn, o takipçisi çox olanların əksəriyyətinə məsələn panel izləyicilər ola bilər və ya saxta izləyicilər. Bu kimi şeylər ola bilər, amma mikrolarda 10K takipçisi varsa, bu insanın storisi izlənir məsələn 5000. Çox-çox yaxşıdır. Çünki izlənmə, story baxışı takipçinin belə 10% qədər olduqda, deməli sizin səhifəniz aktivdir deməkdir və düşünün 10K takipçisi var və bu insanın səhifəsi 5000, məsəl üçün deyirəm, izlənir. Yəni yarı-yarıyadır, çox möhtəşəm bir belə deyək, izlənmə sayıdır. Təbii ki də bu say 5000 aktiv izləyicisi varsa 10 mindən, sizə yazma olasılığı daha çox artır. Nəinki makrolar və meqalar. Meqalarda tutaq ki, deyək, 100K takipçisi var, amma onların səhifəsini yenə 5000 izləyir, 10.000 izləyir. Bu təbii ki, çox aşağı bir rəqəmdir və onlardan gələn izləyicilərdənsə mikrolarla işləyib, onlardan gələn izləyicilərə üstünlük verməniz daha yaxşıdır. Digər bir əsas nüans da hər adamla, yəni sizin sahənizə uyğun olmayan influencerlarla işləməyin. Məsələn, siz yenə aksesuar deyəcəm, başqa bir şey yadıma gəlmir şu an. Ta ki siz aksesuar satırsınız və siz gedirsiniz, məsəl üçün deyirəm, makyaj videoları çəkən bir influencera yazırsınız. Təbii ki də, yəni bu doğru deyil, çünki sizin aksesuar belə deyək, istifadə edən, tez-tez onları reklam edən insanlarla, influencerlarla işləməyiniz lazımdır. Və ya məsələn, geyim bu insan, siz geyim reklamı eləmək istəyirsiniz, amma gedirsiniz yenə makyaj çəkən influencera yazırsınız. Təbii ki də bunlar yenə də fərqli sahələr olduğuna görə sizə daha az izləyici gələcək, daha az müştəri gələcək. Ona görə məsələn, siz paltar mı satmaq istəyirsiniz? İnfluencerlara baxın, hansı daha çox paltar reklam eləyir, hansı bu işlə məşğuldur, həmin insanlara yazın. Yəni öz sahənizə uyğun insanlara yazmağınız daha yaxşıdır. Çünki həmin sahəyə də izləyən, ta ki makyaj videolarını, makyaj videosu çəkən influencerları izləyənlər də elə məhz
Ola bilər o insan təbii ki, səmimiliyinə görə onu takib edir, amma bir tərəfdən də ən çoxu nəyə görə takib edəcək? Təbii ki, o makiyaj elədiyinə görə, nə bilim, o reklam elədiyinə görə izləyəcək. Ona görə də öz sahənizə uyğun influencerlarla işləməyiniz daha çox müştəri sizə gətirəcək və mikro influencerlarla da işləməyi unutmayın. Əgər işləyəcəksinizsə. Daha sonra DM dəstəyi. Müştərilərinizlə DM vasitəsilə əlaqə saxlamağa və onlara dəstək olmağa çalışın. İstehlakçı hesabatlarına görə sosial media istifadəçilərinin 20%, yəni hər 5 istifadəçisindən biri yaşadıkları problem üçün sosial media kanalları vasitəsilə marka ilə əlaqə saxlayır və daxil olan mesajlara mütəmadi olaraq cavab verin. Auditoriyanızla əlaqə saxlayın və onlarla danışın. DM dediyim kimi, yəni DM burada çox önəmli rol oynayır. Hətta insanların daha çoxu, 20%, hər 5 istifadəsindən biri hər hansı bir problemə görə sosial mediada bu problemlərlə bağlı DM vasitəsilə əlaqə saxlayırlar. Məsələn, hər hansı bir paltar mı alıblar, gedib onu həmin aldıqları yerdə deyil də, elə direkt həmin markanın Instagram səhifəsini açırlar və DM vasitəsilə onlara müraciət edirlər ki, bəs məsələn, mən paltar almışam və bu paltarda problem var. Və nə bilim, Instagramda hər hansı bir paltar görürlər, onu DM vasitəsilə atırlar, oradan qiymət soruşurlar. Bir hissəsi yorumlarda, amma ən çoxu da DM-dir. Və DM-də də danışanda bəzi kiçik nüanslarda kiçik, amma etkisi böyük olan, o kelebek etkisi deyilərək, onlara çox fikir verin. Müştəri ilə danışarkən, tutaq ki, müştəri sizə hər hansı bir geyimi atıb, hər hansı bir səhifənizdə nəyisə atıb qiymətini soruşur. Birbaşa olaraq məsələn atdılar videonu, yazdılar qiymət, götürüb 80 manat, yazmayın 80 manat. Yəni bu müştərinin qaçmağına səbəb olur. İlk öncə müştərini salamlayın. Hətta Instagramda adı varsa, tutaq ki, məndə Instagram adı Arzu Zamanovadır, artıq bildilər ki, mənim adım Arzudur. Yazırlar, salam, hər vaxtınız xeyir, Arzu xanım. Məsələn, mənə çox xoşuma gələr ki, mənə şəxsi müraciət edirlər. Yəni müştəri kimi deyil də, onlara özəl bir insan kimi davrandırın. Auto mesajlar indi tək ki, sizin mesajlarınız çox gəlsin deyəm də, amma çalışın ki, hər birinə xüsusi olaraq özünüz tək-tək yazmağa üstünlük verəsiniz. Onlarla özəl olaraq ilgilənəsiniz ki, müştərilərin də istəyi elə məhz budur. Yazdınız. Salam, hər vaxtınız xeyir, Arzu xanım. Tutaq ki, sizi səhifəmizdə gördüyümüz üçün çox məmnunuq. Soruşduğunuz tutaq ki, paltar bu ilin trendidir və qiyməti də tutaq ki, məsəl üçün deyək, bu 80 manatdır. Siz 80 manat deməyin. Deyin ki, hə, ya bunu deyəndən sonra deyin 80 manatdır və endirim edirsinizsə də, məsələn, birinci hansı qiymət olduğunu, sonra deyirsiniz ki, məsələn, birbaşa yəni endirimli qiymətini deməyin. 80 manatdan 40 manata düşüb, okeymi? Yazırsınız ki, hal-hazırda bu gün içərisində alsaz, məsəl üçün 80 manat deyil də 40 manat təşkil edir. İstəyərsinizmi? Yazdınız, okey. Sonra ən çox verilən suallardan biri, siz deməmiş mən cavablayım. Müştəri görüldü atdı, nə etmək lazımdır? Təbii ki, müştəriyə qiymət deyəndən sonra müştəri üçün ya çox gələcək, ya az gələcək, ya da tutaq ki, tək özü üçün soruşmur, rəfiqəsi üçün soruşur və s. Bu kimi şeylər ola bilər. Yəni onun düşünməyə ehtiyacı olur. Nə edirsiniz? Yazdınız, okey, bu görüldü atdı və ya yadından çıxmış da ola bilər. Yəni o qədər olur ki, mən də soruşuram, sonra yadımdan çıxır, yenidən yazılar, onda yadıma düşür. Bir gün vaxt verin ən azından. Bir gündən sonra və ya axşam tərəfi, tutaq ki, səhər yazıb axşam tərəfi yazın ki, bəs bir daha salam, məsələn, məhsul almaq istəyirsinizmi? Yəni bu kimi müştəri ilə çalışın ki, maraqlanın. Görüldü atdı, vəsə qurtardı deməklə keçməyin. Yəni ondan soruşun yenidən, maraqlanın. Bəlkə qiyməti çox demisiniz, məsəl üçün istəməyibdi. Nəyə görə istəmədiyindən də maraqlanın ki, hə, müştəri deyir ki, yox istəmirəm. Məsələn, qırmadan, onu bezdirmədən çalışın ki, onunla ünsiyyət saxlayıb onu məhsulunuzu şirin dillə aldırmağa çalışın. Ola bilər ki, hər hansısa, nə bilim, ağlında sual ola bilər. Siz yazın ona ki, məsələn, məhsulla bağlı hər hansı sualınız varmı və ya həmin məhsula oxşar digər bir məhsulu onlara təklif edə bilərsiniz. Sonra, məsələn, bədəni qalmayıbdır, okey, başqa bir məhsulun bədənini önərə bilərsiniz və ya nə bilim, çalışın ki, alternativlər ürətin. Yəni, hə, oldu, bitdi deməklə onlardan belə siz də oldu, bitdi eləməyin. Amma çox da bezdirməyin. Yəni, kapriz müştərilər də var.
Bunu da artıq siz tənzimləməlisiniz ki, hansı müştərilər belə deyək də, müştəri nə işlədikcə artıq siz, göydə tutacaqsınız ki, o neyləmək istəyir, nə demək istəyir. Bu sadəcə olaraq, başda biraz sizin üçün çətin olacaq, amma sonradan inanın ki, çox rahat olacaq. Müştərini artıq tanıyacaqsınız. Yəni daimi şəkildə mesajlara mütəmadi cavab verin. Yəni DM-ə mesaj düşən kimi çalışın gördüyünüz an cavab verin, və ya mesajlar çoxdur, özünüz məşğul ola bilmirsinizsə, bu zamanda sosial media mütəxəssislərindən əlaqə saxlamağı unutmayın. Yəni həqiqətən onlar sizin işinizi asanlaşdıracaq. Bu zamanda sizin, belə deyək, gec cavab verdiyiniz üçün 2 müştəriniz gedirsə də, sosial media mütəxəssisi artıq, daimi şəkildə sizin səhifənizlə məşğul olduğuna görə artıq, gözündən qaçmayacaq və müştəriləriniz itməyəcək. Məsələn, çox müştəri mən çox səhifəyə yazıram, məhsulun məsələn qiymətini soruşuram, bir də baxıram ki, 1 aydan sonra, 1 həftədən sonra, həmin 3 gündən sonra mənə cavab gəlir. Artıq mən almaq istəyirəmsə də həvəsim ölür, həmin səhifədən almıram. Yəni yazdım, anında cavab versinlər. Anında da olmasa, həmin gün içərisində yazmaları çox önəmlidir məsəl üçün mənə görə. Mən düşünürəm ki, mən beləyəmsə, digər müştərilər də elə istəyərlər. Auditoriyanızdan daimi əlaqə saxlayın. Bu da hekayələr, reelslər vasitəsilə də ola bilər. Hekayədə daimi şəkildə sual-cavab paylaşın, auditoriyanızla əlaqə qurun. Hansı məhsulları səhifənizdə görmək istəyir, hansı dəyişiklikləri səhifənizdə görmək istəyir, təkliflərini, iradlarını dəyərləndirin. İrad verirlərsə, bunu pis şəkildə cavablamayın. Ola bilər müştərinin məsələn yanlış bilir və ya o şeydən xoşu gəlməyibdir. Ola bilər normal, sakit qarşılayın və həll edəcəyinizi deyin, amma həqiqətən də o həll yoluna baxın. Ümumiyyətlə ayda bir, həftədə bir çalışın ki, səhifənizi bir SWOT analiz edib nə çatır, nə çatışmır bu haqda nə çatır, nə çatışmır, yəni bu haqda özünüz bir plan hazırlayın. Və müştərilərinizlə daim danışın. Yorumlar da eyni şəkildə. Yorum gəlirsə vaxtında cavab verin. Daha sonra sosial media axtarışı. Sosial media axtarışlarında fərqlənməyə çalışın. Nəyə görə? Araşdırmalar göstərir ki, gənc sosial media istifadəçilərinin təxminən 50%-i brend, məhsul və ya xidməti hər hansı brauzer əvəzinə birbaşa sosial media kanallarında axtarır. Bu nə demək? Yəni hər hansı bir tutaq ki, kitab axtarırlar, məsəl üçün. Kitabı gedib Google-da deyil də, sosial mediada məsələn, kitab səhifələrinə baxaraq, kitab səhifələrini yazaraq soruşurlar. Hər hansı bir paltar mağazasını axtarmaq istəyirlərsə, Google-da deyil də, ya da nə bilim, digər sosial media vasitələrindən deyil də, sırf Instagramda daha çox axtarırlar. Və gənc nəsil təbii ki də daha çox təşkil eləyir bunu, amma artıq günümüzdə hər kəs demək olar ki, bundan istifadə eləyir. Hər hansı bir məhsulu axtararkən də sosial media vasitələrindən istifadə edir, xüsusən də Instagramdan. Və ona görə sosial mediada sizin səhifənizin doğru şəkildə qurulması, A-dan tutmuş Z-yə qədər bütün hər şeyin yerli-yerində olması çox önəmlidir. Müştəri sizin səhifənizə girərkən necə ki siz məsələn, ənənəvi şəkildə gedib hər hansı bir mağazadan alış-veriş eləyəndə, tutaq ki, çöldən birinci baxırsınız da, təbii ki də, baxırsınız, hə, vitrinləri xoşunuza gəlir, görürsüz, məsələn, qəşəng məhsullar, hə, ola bilər, ondan sonra içəri daxil olursunuz, çünki çöldən birbaşa içərini görə bilmirsiniz. Birinci vitrinlərə baxırsınız. Eyni şəkildə Instagramda da sizin o bio hissəniz, ad hissəniz, nə bilim, paylaşdığınız postlarınız, reelsləriniz, highlightsından tutmuş, yəni sizin səhifənizə girəndə gördüyünüz hər bir şey sizin vitrinizi təşkil edir və insanlar o vitrinə girərkən ilk öncə onun dizaynına, adınıza doğru şəkildə yazılıbmı, onları cəlb edəcək nəsə varmı, onlara fikir verirlər. Onlara baxdılarmı, okey, ondan sonra yavaş-yavaş sizin reelslərinizi enirlər, postlarınıza baxırlar, daha sonra highlights bölmənizə baxırlar və s. İlk öncə vitrinizə baxırlar. Yəni vitrinimiz nə oldu? Instagram səhifəmiz. Nə görürüksə hər biri başdan ayağa doğru şəkildə düzgün olmalıdır. Ondan sonra siz artıq başlayın insanlarla əlaqə yaratmağa. Bir də ki, ən əsas məqamlardan biri, əgər bir səhifə açırsınızsa və hər hansı bir şey satış etməyə başlayırsınızsa, ən çox insanların etdiyi bir səhv budur ki, gözləyirlər ki, tutaq ki, mənim 100 takipçim olsun, ondan sonra paylaşım edim. Bu tamamilə yanlış bir düşüncədir məncə. Yəni siz səhifənizi açdınızmı? Siz başlayın artıq kontenti yaratmağa. Sanki sizin səhifənizə 100 min, nə bilim, 1 milyon insan baxır. O dərəcədə. Düşünün və paylaşımlarınızı həmin insanlara uyğun edin. Mən səhifəmi açan zaman mənim bəlkə də 20 takipçim var idi ya yox idi. Səhifəmi açdım. Həmin günü yox, səhərsi mən paylaşım etməyə başlamışdım və
heç 20 takipçim mənim yox idi. Səhifədə videomu paylaşdım bir gün sonra. Mənim, videom 1000 üstü izlənmişdi. Düşünün, təzə açılan səhifədir və artıq keşfət düşmüşdü. Nəyə görə? Mən videonu bayaq dediyim kimi düzgün şəkildə paylaşmışdım. 9-16 formatında call to action-dan istifadə etmişdim, qarmaq başlıqdan, açıqlamadan. Daha sonra səhifəmi düzgün şəkildə qablaşdırmışdım. Profildən tutmuş ada, highlights bölməmi artıq yaratmışdım və paylaşım edən zaman da demirdim ki, mənim takipçim yoxdur, bu videonu kim izləyəcək? Gördünüz, yəni 1000 insan izləmişdi, hətta 1000-dən çox insan izləmişdi. Neyləmək lazımdır o zaman? Sanki dediyim kimi 1 milyon sizin insan takip edir, o şəkildə paylaşımlar edin. O zaman zaten sizin müştəriləriniz gələcək. Görəcəklər ki, hə, bu insanın 20 takipçisi var, nə olsun? Ə, Gözəl paylaşımlar edir, kontentlər yaradır. Siz doğru şəkildə kontentlər yaradıb davamlı paylaşımlar etsəz, inanın ki, yəni potensial müştəriniz gələcək. Bayaq dediyim kimi, yəni follow heç də hər şey demək deyil. Hə, nə olsun ki, sizin 20 takipçiniz var. 20 takipçinin 5 nəfəri, 10 nəfəri sizdən alış-veriş edirsə, sizin, nə bilim, postlarınızı bəyənirsə, hekayənizi bəyənirsə, sizinlə əlaqədədirsə, inanın ki, yəni sizin heç 1000 takipçi olmanıza ehtiyac yoxdur, 1 milyon olmanıza ehtiyac yoxdur. Sizin, yəni, faizlə götürəndə 20 nəfərin, yəni 50% sizinlə əlaqə yaradırsa, nə xoş sizə. Belə, bura qədər idi. Hər birinizə təşəkkür edirəm. Burada da gördüyünüz məndən əlaqəyə keçmək üçün bütün vasitələr var. Instagramda düzdür, çox da aktiv olmuram. Hardasa bir 5-6 aydır, bəlkə də daha çox işlərlə bağlı. Amma yenə də oradan da səhifəmə keçid eləyib, yəni hələ də faydalı reelslər var. Ödənişli şəkildə hər birindən faydalana bilərsiniz. Telegram kanalımda yenə də paylaşımlar etmişəm, oradan da yararlana bilərsiniz. Nömrəm var. Nömrəm vasitəsilə də hər hansı bir sualınız olduqda yaza bilərsiniz. Nə xoş mənə ki, siz mənə sual yazasınız, mən sizin sualınızı cavablayım, sizə hər yolu tapım. E-mailim də oradadır. Hər hansı bir sualınız olduqda ora ünvanlaya bilərsiniz. Mən kaydı bir dəqiqə durdurum. Sonra sizin sual-cavab sessiyasına keçirik. Burada yazmısınız. Görməmişəm bir dəqiqə. Salam. Hansı hashtagləri məsləhət görürsünüz? Hashtaglər baxır sizin səhifənizin məzmununa uyğun olaraq yəni yazın. Tutaq ki, o keşfətdə və s. onlardan yəni hamı istifadə edir. Elə də bir yararı olduğunu görməmişəm. Yəni düşünün, keşfət yazanda nə qədər insan orada dəqiqə üzr istəyirəm. Düşünün ki, yəni orada keşfət yazanda nə qədər insan keşfət hashtagindən istifadə eləyib və sizin təbii ki də postunuz önə çıxmayacaq. Çalışın ki, daha az hashtag istifadə olunanlardan da istifadə edin. Ümumiyyətlə onu tənzimləyin. Çox istifadə etməyə də ehtiyac yoxdur. Elə səhifə var ki, girirsən altında 40-50 dənə, maksimum nə qədərsə o qədərini istifadə edib, heç o qədərinə ehtiyac yoxdur. Sadəcə 5-6, maks 15 dənə hashtag seçin. O hashtaglərdə sıralayın. Yəni ən çox həmin hashtagdən istifadə edən o say yazılacaq qıraqda nə qədər insan hashtag istifadə edibdir. Ondan tutmuş ən aza qədər, yəni tənzimli şəkildə onlardan istifadə eləyin. Tutaq ki, siz aksesuar satırsınız, paylaşmışsınız orada sırğa. Nə deyəcəksiniz? Sırğa, aksesuar, sonra sırğanın ingilis dilində olan versiyasını etiketləyə bilərsiniz, türk dilində etiketləyə bilərsiniz. Öz səhifənizin adını, məsələn, əgər bir brendiniz varsa, ən başda da öz səhifənizin taqını yaradın. Bu sadəcə olaraq brendinizin, yəni yaxşı görünməsi üçün daha yaxşı olar. Belə, yəni nə istifadə edirsinizsə, həmin hashtaglərdən o səhifənizə, nişinizə uyğun istifadə edin. Sonra postda məsələn, mən tutaq ki, sosial mediayla məşğulam, sosial mediaya uyğun paylaşımlar edirəm. Baxıram, məsələn, videoda hashtag sözü istifadə olunubdur. Etiket qoyuram, məsələn, hashtag, sonra sosial media mütəxəssisiyəm. İnsanlara lazım ola bilər, qabağına çıxa bilər. Yazıram sosial media mütəxəssisi. O işlə məşğulam axı. Və ya müəllimlər olsun. Hər sahəyə uyğun deməyə çalışıram. Tutaq ki, müəllim olsun. Hashtag qoydum müəllim, teacher, sonra hansı fənn üzrə keçirsiniz onu, abituriyent, sonra mövzunun adı orada. Yəni bu kimi hashtaglərdən istifadə edə bilərsiniz. Mənə heç kim yazmır. Ola bilər ki, səhifənizi düzgün şəkildə qablaşdırmamısınız. Bir də onu deyim ki, əgər sizin səhifəniz məsələn əvvəldən varsa və aktiv şəkildə istifadə eləmirsinizsə, gördünüz artıq aktivlik ölübdür. İlk öncə dediyim o
doğru şəkildə olan deyirəm, məsələn, düzgün şəkildə qablaşdıran bir dənə onları təzədən düzəldin, yenidən paylaşım etməyə baxın. Görün o zaman sizə takipçi gələcəkmi, səhifəniz keşfətə düşəcəkmi? Yəni məsələn, sizin məsəl üçün 40 takipçiniz var, amma videonuz izlənir 500 məsəl üçün, onda yaxşıdır. Okay. Hələ də səhifənizdə yəni aktiv eləmək şansınız var. Amma gördünüz ki, yox, yəni 1, 2, 5 takipçiniz var, o zaman yeni səhifə açmanızı tövsiyə edirəm. Amma səhifə açan zaman da çalışın ki, yəni onu davamlı şəkildə belə deyim, məşğul olasınız. Davamlı deyəndə də bu arada suallarınızın hər birini oxuyacağam. Davamlı deyəndə də məsələn o nəzərdə tutulmur ki, bir həftədə 7 gün var, 7 gündə siz davada paylaşım edəsiniz. Yox. Əgər sizin zamanınız yoxdursa, bu arada hər gün paylaşım etsəz təbii ki də daha tez istədiyiniz nəticəyə əldə edə biləcəksiniz. Amma gördünüz ki, sizin vaxtınız yoxdur və tutaq ki, kontent sadəcə video paylaşmaq üçün video paylaşacaqsınızsa, o zaman onu etməyin. Yəni doğru kontentlər çıxardın, çalışın ki, bölün. Məsələn, bir həftədə 3 gün paylaşım vaxtı hesablayın. 1, 3, 5-ci gündə məsələn paylaşım edəcəksiniz. Həmin günlərə uyğun siz artıq kontentləri çıxardın. Çalışın elə həftə sonu onlara uyğun hazırlayın və elə həmin gündən bir gün əvvəl, həmin gün də olar, fərq etmir. Əsas odur doğru şəkildə çatdırasınız və doğru kontenti yaradasınız. Əmək sərf eləyin, yəni video paylaşmaq üçün paylaşmayın. Hər hansı bir şirkətin rəqəmsal məhsulunu təqdim edəndə necə etmək olar? Başa düşmədim. Yəni dediyim bütün hamısı rəqəmsal məhsullar üçün də keçərlidir bu arada. Sosial şəbəkə xaricində bir bloq səhifəsində necə bəs? Bunu da zəhmət olmasa daha aydın izah edin. Salamın baxıram məhsulların satışını həyata keçirmək istəyirəm. İlk öncə hardan başlamalıyam və satışın effektiv olması üçün nələr etməliyəm? Yəni bayaqdan bəri danışdığım, o dediyim nişinizi doğru şəkildə tapmağınız, birinci məsələn adınızı müəyyənləşdirin. Yəni girəndən sonra başlamayın da. Nişinizi müəyyənləşdirin, məqsədinizi müəyyənləşdirin. O belə deyək, məhsulunuz insanlara hansı problemlərini həll edəcək, onları müəyyənləşdirin, doğru şəkildə paylaşımlar edin, adınızı, sonra profil şəklinizi, bionuzu, highlights bölmənizi mütləq şəkildə düzəldin. Highlights bölməsində də mən kiməm bölməsi yaradın. Brendiniz varsa, brendiniz haqqında məlumat verə bilərsiniz ki, məsələn, bu brend necə əmələ gəlib, necə yaranıb, bir dənə hekayə yaradın. Hekayə yaradanda daha duyğusal, insanlarla daha yaxşı əlaqə saxlamaq olur. Yəni, bir dənə belə hekayə yaradın. Yoxdursa da, məsəl üçün də durduq yerdə ağlınıza bir şey gəlmir ki, yəqin ki, onun hər hansı bir hekayəsi olar və ya yoxdursa da ona uyğun bir dənə hekayə yaradın. Məsələn, mən Azletterco adlı bir dənə səhifəm var. Orada sırf CV dizaynıdır, metod dizaynla bağlı hər şey paylaşıram. Düzə elə yeni açmışam, mən də tam paylaşımlar edə bilməmişəm davamlı olaraq. Hiss edirəm, məndə də olur o şeylər. Məsələn, onun hekayəsini artıq mən beynimdə qurmuşam ki, letter məsələn məktub deməkdir. Co məsələn əməkdaşlıq deməkdir. Az-da ki, mənim adımın, soyadımın baş hərfləridir. Məsələn, mən bunu hekayə kimi belə yaradıb qurandan sonra yox, mən əvvəldən bunu yaratmışdım, amma qurandan sonra da məsələn sözünüzdən bir hekayə yarada bilərsiniz. Hə, yəni onları səhifənizi düzgün şəkildə qablaşdırın, daha sonra paylaşımlar edin, insanların problemini həll etməyə çalışın. Mən əl işlərimi satışına başlamaq istəyirəm, necə başlaya bilərəm? Yəni başdan bəri dediyim, yəni deyirəm, eyni şeylər sizin üçün də keçərlidir. Nə danışmışamsa təlim boyu onlardan istifadə edə bilərsiniz. Mən kiçik biznes qurmuşam, aksesuar üçün səhifəni açdığım bir həftə olar. Pano hissəsində 878 görüntüləmə var, amma bəzi paylaşımlarda 200 baxış və digərlərində 810 baxış necə qaldıra bilərəm? Dediyim kimi, ola bilər ki, siz doğru şəkildə kontent yaratmırsınız. Məsələn, yaradan zaman qarmaq başlıqdan istifadə eləyin, eləcə paylaşmayın. Sonra çox uzun videolardan istifadə etməyin. Dediyim kimi, qarmaq başlıq istifadə elədiniz, sonra məhsulun düzgün şəkildə tanıdılmasına xidmət eləyin. Daimi şəkildə videolar, kontentlər yaratmağa çalışın. Hekayələrdə, məsələn, storylərdə insanlarla əlaqə saxlamağa çalışın. Gördünüz ki, bu qədər şey etdiniz, yenə də alınmır. Deməli, yəni səhifənizin aktivliyi ölüb. O zaman da yeni səhifə açıb bu dediklərimin hər birini orada tətbiq eləyin. Dediklərimin hər birini orada tətbiq eləyin. Ondan sonra yenidən
Baxın, həqiqətən yəni effektiv olacaq. Salam Arzu xanım, mən onlayn satış platformasına aid paylaşımlar edirəm. 5-10 arası uyğun hashtag çita yaradıram, listlərdə və uyğun ölçülərdə paylaşıram, amma görüntümə çox az olur və satışda elə də çox da yeniləmə məsləhət verə bilərsiniz. Onlayn satış platformasına aid paylaşımlar. Bəzən belə deyim də, məsələn, elə səhifələr olur ki, açılan vaxtı nəsə kəşfiyyat onları qəbul eləmir deyə. Məsələn, mənim də elə səhifəm olub ki, dediyim kimi elə olub, açmışam, paylaşım etmişəm, minuslu görüntüləmə olub. Elə səhifə olub ki, açmışam, məsələn, paylaşım etmişəm, heç 5-10 görüntüləmə olmayıbdı. Bəzən bu biraz da şansdan irəli gələn məsələlərdir. Siz, yəni dayanmayın da, paylaşım etməyə davam eləyin, həvəsdən düşməyin qəti şəkildə. Paylaşımlar etməyə davam eləyin. Gördünüz ki, yox, paylaşım edirsiniz, amma yəni yenə də xeyri yoxdur. Elə bir şey olmama imkanı yoxdur. Yəni səhifə təzə açılıb, sonra səhifə ağ səhifədir də belə deyək, ağ kağızdır. Onun üçün siz davamlı paylaşım etdikdə keşfət görəcək ki, artıq yox. Yox, siz bezmirsiniz, davamlı şəkildə paylaşım edirsiniz. O zaman sizi keşfətə salacaq bir yerdə. Yəni hər hansı bir videonuz partlayacaq. Amma məsələn bir həftə, bir ay gördünüz ki, yenə də paylaşım olmur, ya doğru şəkildə yenidən paylaşım etməyibsiniz ola bilər. Ya da keşfet sizi artıq almır, o zaman səhifəni bağlayın, yenidən açın. Heç bir problem yoxdur. Sizin Instagram səhifənizi yazdım, tapa bilmədim. Orada U 2 dənə unlandı. Aşağı yazdım, siz kopya eləyib ora yerləşdirə bilərsiniz. Salam əleyküm, Cəsmə onlayn işlə məşğul oluram. Necə insanları dəvət edə bilərəm? De hər cür video paylaşıram. Məsələn, bu cür zamanda məkan asılı olmayaraq səbəst qrafikdə istədiyiniz yerdən çalışa bilərsiniz və s. A, a, O onlayn iş qrafiki ilə bağlı belə deyim də, o səhifələrdən çox var və sırf bir SMM var ki, sırf onlarla məşğul olurdu. Necə doğru şəkildə paylaşım edərsiniz? Çünki mən çox maraqlı olmamışam o sahə üzrə deyə çox da yəni səhifəni işləməmişəm elə səhifə ilə. İnsanların maraq dairəsinə uyğun olmaya da bilər. Yəni bu sizdən asılı olmayan bir şeydir. Sadəcə olaraq insanlara hə yazıb dəvət edə bilərsiniz. Paylaşımlarınızı da elə paylaşın ki, ə, insanları cəlb eləsin də. Məsələn, deyin ki, evdə oturaraq pul qazanmaq istəyirsiniz və s. Düz bunu hamı eləyir artıq. Yeni bir şeylər tapmağa çalışın, yeni qarmaq başlıqlardan istifadə edin. İnsanlara həqiqətən birinci öyrədin ki, sizin elədiyiniz iş, məsələn, yaxşıdır, həqiqətən qazanc əldə edirsiniz. Məmnuniyyətlərini dediyim kimi paylaşın. Storylərdə aktiv olun, insanlarla sual-cavab eləyin. Deyin, məsələn, bu sahəyə qoşulsanız bunları əldə eləyərsiniz. Bir Instagramda məsələn kanal yarada bilərsiniz, orada məlumatlar paylaşa bilərsiniz. İnsanları həqiqətən inandırın ki, bu sahədə qazanc əldə etmisiniz. Bəzən insanlar inanmırlar ya da məsələn çox uzun sürür həmin proses, ona görə maraqlı gəlmir. Bu kimi şeylər ola bilər. Siz həvəsdən düşməyin məncə. Davam eləyin. Videolarınızda elə paylaşın ki, dediyim kimi məsələn sırf evdə oturmaqla pul qazanmaq istəyir. Artıq bu o qədər şablon olub ki, yəni mən qabağıma keçəndə mən yox, daha doğrusu rəfiqələrim, mənim çox vaxt qabağıma çıxmır. Amma rəfiqələrimin qabağına keçəndə baxıram ki, beləcə keçirlər. Niyə keçirsən? Deyir hamısının zaten strategiyası eynidir. Siz onlara baxırsanız ki, məsələn, bunun strategiyası daha fərqlidir, həqiqətən burdan qazanc əldə edə bilərsiniz. Bu arada ChatGPT-dən də istifadə edə bilərsiniz. Orada qəşəng qarmaq başlıqlar verir sizin üçün. Sosial şəbəkə xaricində bir blog səhifəsini necə önə çıxarmaq olar? Təbii ilgi ilə paylaşımlar dəstəkləyir. Bir blog səhifəsini önə çıxarmaq Google-da. Bildim. Yəni mən sosial media, yəni sırf Instagram, TikTok, LinkedIn bu sahələrdəyəm. Yəni Google-la bağlı heç işləməmişəm, ona görə yalan deyərəm. Yəni orada necə önə çıxarmaq olur? O SEO, SEM vasitəsinə səhv etmirəmsə girir. İlk təlimçi bu haqda biraz məncə danışmışdı. Qarmaq başlıq deyəndə tam olaraq nəyi nəzərdə tutursunuz? Qarmaq başlıq deyəndə dediyim kimi, məsələn, həmin belə bir video paylaşmışdım və çox tutmuşdu həqiqətən. SMM-lərin sizdən gizlətdiyi 5 sirr. İnsanlar düşünür ki, görəsən bu SMM-lərin bizdən gizlətdiyi bu 5 sirr nədir? Əslində bəlkə də çoxu bilir, bəlkə də SMM-lər həmin sirri paylaşmır, amma insanlara maraqlı gəlir ki, görək bizdən gizlənilən sirr nədir? O qədər var ki, mənim səhifəmə girin, başlıqlarına baxın, görəcəksiniz, hamısı yəni qarmaq başlıqdır. Hətta ChatGPT-yə də yazsınız ki, məsələn, mən filan sahədəyəm, işinizi yazırsınız, sonra deyirsiniz ki, mənə
video üçün məsələn qaramaq başlıqlar önər, o sizə qaramaq başlıq önərəcək və başqa bir səhifədə görəndə, xüsusən qeyri SMM-lərə daha çox istifadə edirlər. Onların səhifəsinə girin, həmin başlığı öz səhifənizə uyğunlaşdırın. Dediyim kimi, məsələn, mən istifadə eləmişdim ki, SMM-lərin sizdən gizlətdiyi 5 sir. Siz də tutaq ki, müəllimsiniz, yazın ki, müəllimlərin sizdən gizlətdiyi 5 sir, məsəl üçün. Belə uyğunlaşdıra bilərsiniz. Sami, yapay zəka ilə necə video düzəldə bilərəm? Yapay zəka ilə əslində məsələn, ən çox mən Canva-da istifadə edirdim. Canva-da yəni yapay zəkanın nə yaratmaq istəyirsinizsə, detallı şəkildə ora yazırsınız, orada video düzəldir. Yəni mən bildiyim bir dənə Canva-da işlədiyimə görə odur. Amma belə araşdırın AI dəstəkləyən proqramlar. Yəni o proqramları tapın, ondan sonra daxil olun. Yəni ya özünüz öyrənəcəksiniz, ya YouTube-da onun haqqında məlumatlar olur. Oradan yəni öyrənə bilərsiniz. Çox paylaşım edəndə səhifə bloka düşür. Çox paylaşım necə? Məsələn, gündə 1 ya da 2 video paylaşanda, post paylaşanda bloka girmir. Amma məsələn, ola bilər ki, bir gündə siz 5 dənə, 6 dənə, nə bilim, daha çoxunu paylaşım edirsiniz. Bu zaman bloka düşə bilər təbii ki də. Yəni paylaşım edən zaman dediyim kimi paylaşım etmək üçün paylaşım etməyin. Hər hansı bir mənası olsun da o paylaşımın. Ola bilər ya, məsələn, siz aksesuar səhifəsiz, okey, aksesuarlarınızı paylaşmaq istəyirsiniz. Amma onun da yəni vaxtı olsun. Ən azı arasında 2 saat olsun da. Məsələn, birini səhər paylaşın, səhər ən aktiv olan vaxtlarda. Baxın, izləyəcəyiniz nə zaman aktivdir. Ta ki, birini saat paylaşdınız 11-də. Digərini paylaşın ta ki, günorta 3-də. Digərini paylaşın axşam 6-da, 8-də, məsəl üçün. Ən azı aralarında 1 saat aralığı olsun ki, o aksesuarları paylaşanda nəsə bir da bloka düşmə ehtimalı olmasın. Yoxsa dalbadan məsələn 3 dənə yenə paylaşım edəcəksiniz, amma birini tutaq ki 7-də paylaşdınız, birini 7:15-də, birini 7:30-da artıq bloka düşürsünüz. Təşəkkürlər, xoşdur. Başqa sualı olan var? Yoxsa yavaşdan yekunlaşdıraq. TikTokda canlı aça bilmirəm, spam olur. Ya takipçiniz sizin uyğun deyil TikTokda canlı açmaq üçün, ya da ki ya takipçiniz uyğun deyil, aça bilmirsiniz, ya yaşınız əgər 18-dən aşağıdırsa o zaman aça bilmirsiniz. Digər halda da səhifəniz spamdadırsa zaten TikTok açmağa icazə vermir. O zaman da bildiyim qədərilə komment və sair lazımdır. Ya da ki, müəyyən gün verir ki, məsələn 3 gündən sonra siz blokdan çıxacaqsınız, həmin günü gözləmək lazım olur. Ya da canlıda ola bilər ki, hər hansı kəsici vasitə göstərmisiniz və ya TikTokun o yasaq elədiyi şeylər var ya, onları göstərmisiniz, o zaman da blok olur. Çox sağ olun, xoşdur. Bəs postdan sonra story nə vaxt atılmalıdır? Postun story atılmasını bir cavablayım, o da çox verilən suallar arasındadır. Bir də ümumiyyətlə story atmaq haqqında deyim. Postun story atmaq ən azı üstündən 5-6 saat keçməlidir. Ondan sonra atın çalışın. Çünki Instagramın belə deyək, kəşfiyyata çıxarmaq, insanların qabağına çıxarmaq vaxtı var. Məsələn, siz postu atdınız, o post tutaq ki 5-10 nəfərin qarşısına çıxacaq, okey. Amma siz o postu daha sonra məsələn 5-6 saat keçdi, o postu atdınız story-yə. 5-10 nəfər baxmışdı, indi story atdınız, 5-10 nəfər də əlavə gəldi. Bir də var ki, post paylaşdınız, postu paylaşan kimi atdınız story-yə. Elə bilin ki, ikisi bir yerdə 5-10 nəfər baxacaq sizə, çünki artıq siz yeni paylaşdığınız üçün insanlar sizin story-nizi həmin an baxsalar, gələcəklər tutaq ki, postunuzu bəyəndilər ya bəyənmədilər, artıq Instagram onu görmüş kimi hesab eləyir. Həmin insan qarşısına bir dəfə çıxardır. Amma siz birinci paylaşdınız, 5-6 saat keçəndən sonra paylaşanda, onda artıq 2 qat hesab eləyir, belə deyək. Bir də ayrıca story nə vaxt paylaşılmalıdır? Ümumiyyətlə storylər postdan daha çox olsa, yəni storynin ziyanı yoxdur, amma çalışın ki, karışqa kimi çox düzməyəsiz sonra. Çox insan məncə çıxır. Baxır da, yəni necə doğru şəkildə paylaşımlar edilməlidir. Story ümumiyyətlə çalışın ki, post paylaşmamışdan bir yarım saat əvvəl, həmin anda hətta paylaşım edə bilərsiniz storylər. Sırf o
Fərqli storylər də ola bilər. Bir də postla bağlı story paylaşsaz daha yaxşı ola bilər, daha yaxşı olar. Necə? Məsələn, siz axşam video paylaşacaqsınız, artıq bilirsiniz də videonuz hazırdır və ya hazır olmasa belə bilirsiniz ki, nə haqda paylaşım edəcəksiniz. Artıq storydə 1-2 saat əvvəldən və ya səhər, axşam paylaşacaqsınız. Səhər artıq siz insanlara ipucu verə bilərsiniz. Məsələn, ə, hər hansı bir nə deyək, makiyaj malzeməsi deyək paylaşacaqsınız. Tutaq ki, pomadadır. Siz deyəcəksiniz ki, hə, filan rəngli pomadanız var. Məsəl üçün story sual verirsiniz. Sonra nə bilim, hə, qeyri-adi bir tutaq ki, aksesuar gətirmisiniz. Storydə paylaşırsınız. İnsanlara biraz ipucu verirsiniz ki, hə, belə bir şey var. Mən axşam paylaşa bilərəm. Sonra orada o zil var, storydə paylaşılır zil. Məsələn, onu qoya bilərsiniz ki, insanlar aktiv eləsinlər. Yəni bu kimi əvvəldən də spoiler verəndə artıq insanlara daha maraqlı gəlir. Birbaşa olaraq nə paylaşacağınızı da deyə bilərsiniz və ya sırf sadəcə qarmaq başlıq kimi də, yəni storydə də qarmaq başlıqdan istifadə edə bilərsiniz. Onu sadəcə elə belə yaza bilərsiniz ki, hə, məsələn, axşam belə bir şey paylaşdım, gözünüz səhifədə olsun. Artıq insanlar şüur altına yer edəcək ki, hə, bu səhifədə nəsə var. Ondan sonra da paylaşdınız səhər, həmin postu paylaşmamışdan bir saat, yarım saat əvvəldə bir insanlara xatırlatma eləyin ki, hə, yarım saatdan sonra bax belə bir şey paylaşacağam. Elə. Amma storyləri çalışın ki, biraz daha çox eləyəsiniz. Oy, nəyə getməli? Yəni həmin postun storiesini həmin anda mı paylaşarıq, yoxsa bir neçə saatdan sonra? Bir neçə saatdan sonra. Yəni 5-6 saat keçsin, ondan sonra paylaşın. Həmin an paylaşanda ziyandır səhifəniz üçün. Bildiyim çox sağ olun, xoşdur. Hesabı yeni açıb heç nə paylaşmadan, profil qoymadan aylar sonra sırf ciddi şəkildə paylaşımlara başlamışam. Bu uzun müddət hesabın aktivində təsiri var. Var, bəli. Əm, yəni belə deyim də, əgər ortada çox bir müddət keçibsə, Instagram alqoritması dəyişir artıq və sizi arxa plana atır. Artıq siz davamlı paylaşım etmədiyinizə görə, yəni Instagram belə deyək də sistem küsür. Siz başlasaz davamlı paylaşım etməyə, bir yerdə bəlkə şansınız gətirsin, Instagram sizi qabağa çıxardar. Amma gördünüz ki, yox, yenə də paylaşım eləyirsiniz, nə bilim, nə qədər elədiniz, hər şeyi düzgün şəkildə elədiniz, amma yenə də alınmadı. Deməli o zaman yəni problem var. O səhifənin yəni aktivliyi ciddi şəkildə ölüb. Ona görə yeni səhifə açıb davam eləmək daha məsləhətlidir, nəinki həmin səhifə ilə davam eləmək. Başqa sualınız var? Bir səhifəni silib yenidən açıb davam etsək, əvvəlki səhifədəki oy, səhifəni silib yenidən açıb davam etsək, əvvəlki səhifədəki postların bir neçə gün ərzində paylaşmalıyıq. Onun fərqi yoxdur. Əgər sizin həmin orada paylaşdığınız postlar belə deyək, yaxşı məzmundadırsa, dediyim o hansı ki, qarmaq başlıq, çıtadır, nə bilim, vaxtı düzgündür, sonra o loqolardan yoxdur, düzgün şəkildə yaradılıbsa əgər, o zaman paylaşsaz, yəni tutacaq. O zaman səhifənin sayca belə deyək, aktivliyindən Instagramın sizə küsməsindən asılı olan bir şeydir. Amma yox, məsələn, sizin probleminiz elə videonun özündədirsə, o zaman tutmayacaq. Amma belə səhifəni bağladınız, sonra açdınız, həmin oradan yəni paylaşım etməyinizdə heç bir problem yoxdur. Eyni şeylər yəni. Bir həftə keçibsə. Nədən bir həftə keçibsə? Yəni səhifənin yaradılmağından. O problem yoxdur. Səhifə yaradılığından bir həftə sonra da başlaya bilərsiniz. O zaman Instagram sizi hələ təzə-təzə tanıyır. Sadəcə dediyim kimi o səhifənin adıdır, sonra bio hissənizdir və sair. Bunların hər biri doğru şəkildə olsa, bir həftə sonra da paylaşım edə bilərsiniz, tutar. Hətta mənim elə yəni rəfiqələrim var ki, səhifəni açdılar, bir həftə ərzində onlar mən deməyimə rəğmən, yəni dost tanışlarla paylaşdılar, səhifədə takipçi yığdılar. Bu arada səhifəni açan kimi birinci
Yəni dost tanışlarınızla bölüşməyiniz, onların sizə follow atması daha yaxşıdır. Yəni sizin daha da yəni irəli getməyinizə görə. Çünki Instagram deyir ki, hə, səhifə təzə açılıb, bu insanlar üçün maraqlıdır, sənin səhifəni takib atır da, yəni qabağa çıxarmaq üçün daha yaxşıdır. Ona görə çalışın səhifəni açan kimi birinci elə dostlarınızla bölüşün. Biznes səhifənizdir, yəni fərqi yoxdur. Şəkil paylaşırdım, çox da baxış olmurdu, amma video paylaşırdım. XD 970 izlənmə olduqca bu həmin hesabın üçün yaxşı göstəricidir. Əlbəttə yaxşı göstəricidir. Biz siz ümumiyyətlə belə deyim, şəkil reelslərə görə daha az yəni like alır. Mənim səhifəmə girsəz, yəni elə postum var ki, reelsim var ki, 14K izlənib, 15K izlənib. Aşağısı da məsələn 2000, 3000 və s. də belə gedir. Amma şəkillərə baxsaz 20-30 like ancaq alır. Bu şəklin keşfətə düşməsi reelsin keşfətə düşməsindən daha az olasıdır. İndi hətta yeni güncəlləməyə görə şəkilə belə mahnı da qoymaq olur. Çalışın ki, mahnı qoyun. Yuxarıdan bir dənə qəşəng mahnı seçin. Güncəlləyibsizsə, yəni o hamıda olacaq. Şəklin üstünə bir dənə mahnı əlavə eləyin. Yəni o belə deyək, daha effektivli mahnı qoymaq. Reelsiniz əgər çox izlənirsə, şəkliniz biraz daha az like alırsa, o zaman heç bir problem yoxdur. Əsas odur, reelsiniz izlənir yəni. Salam, mən link paylaşmaq istəyirəm, amma bacarmıram. Necə edə bilərəm? Yəni onu sizə dəqiqə vaxtınız varsa. Siz mənə şəxsdən yazarsınız, mən onun videosu var, onun videosunu sizə göndərim. Belə də deyim, yadınızda saxlayın. Əgər edə bilməsəz, mənim nömrəmə yazarsınız. İlk öncə girirsiniz story bölməsinə. Story bölməsində hər hansı şəkli seçdiniz. Ondan sonra orada stiker olan hissə var. Həmin o stiker hissəsinə girirsiniz. O etiketlər olur, nə bilim, sual-cavab olur və s. Həmin hissəyə girdiniz. Orada elə link yazılacaq. Həmin o linkə daxil olursunuz. Sonra hansı linki paylaşmaq istəyirsinizsə, onu ora yapışdırırsınız. Yəni əvvəlcədən kopyalayın, sonra ora yapışdırın. Hətta altında siz ora ad da yaza bilərsiniz. Məsələn, link paylaşdınız, altına yaza da bilərsiniz. Yəni o şəkildə paylaşa bilərsiniz. Amma olduğu kimi götürüb kopyalasınız, o link kimi düşməyəcək. Əgər başa düşməsəz, yenə də yazın mənə, mən sizə video şəklində atım. Salam, hər vaxtınız xeyir. Mən bağça müəllimiyəm. Məktəbə qədər təhsil ixtisası üzrə evdə sağlamaq istəyirəm. Bununla bağlı sizin şəxsən danışmaq istəyərdim. Canva proqramında elan tipli paylaşma yazmışdım. Atarım sizə webdən bax deyə bilərsiniz. Əlbəttə atarsınız mənə, mən baxaram. Nə lazım olsa sizə kömək eləyərəm. Salam, mən 10 il əvvəl səhifə açmışdım. Saç kəsimləri, yığımları paylaşırdım. 700 takipçi vardı. Sonra sildim videoları, adını dəyişdim. İndi yeni səhifə kimi işləsəm aktivlik olacaq. Biznes səhifəsində, amma 1 ildə heç nə paylaşmıram. Biraz çətin məsələdir. O dediyiniz sual belə qərəzli məsələdir. Digər xanımlara da demişdim, yenə də deyəcəm. Paylaşım doğru şəkildə paylaşım etməyə başlayın. Yəni məsələn, saç balyajı dedinizsə, onları paylaşırsınız, amma üstünə eləcə heç nə olmamış paylaşmayın da. Tutaq ki, üstünə hər hansı bir şey yazın. Hətta intriqa başlıqlar deyə bir şey var. Görmüş olarsınız. Tutaq ki, hətta biri qabağıma çıxmışdı, dırnağımı 1000 manata düzəltdirdim. O videonun baxışı nə qədər keçmişdi? Çox idi. Yəni səhifədə digər videolardan qat-qat çox idi. Həmin videodan sonra da həmin insana nə qədər takipçi gəlmişdi. Bir dənə intriqa başlıq yazmışdı. Siz də istifadə edə bilərsiniz, amma abartmamaq şəklində də. Məsələn, yaza bilərsiniz ki, hə, bu saç minazendir, nə bilim, müştərimlə belə bir problem yaşadıq və s. Bu şəkildə yazın. Belə qarmaq başlıqlardan istifadə edin, paylaşın. Görün, yəni bir nəsə olacaq orada. Amma çətin. Yəni mən məsləhət görərdim ki, səhifəni yenidən açasınız. Çünki Instagram alqoritması da dəyişir. Əvvəlki səhifələr artıq biraz o qədər də aktiv istifadə eləmədikcə o artıq Instagram beynindən silinir. Hətta elə səhifələr var ki, Instagram görür 1 il heç nə paylaşılmır, bot səhifə kimi o səhifəni silir. Amma sizdə paylaşım var deyə yəqin ki, silməyib. Bir sözlə paylaşım edin o dediyim şəkildə. Gördünüz, yox, izlənmə yenə də almır. Demək ölübdür səhifə. Təzədən açın. Təşəkkürlər. Xoşdur.
Yenə əgər sualınız varsa ünvanlayın məni. Hoşdur, buyurun. Əgər hər hansı başqa sual yoxdursa, o zaman yekunlaşdıraq. Yəqin ki, nömrəmi də götürdünüz. Hər hansı bir sualınız olsa oradan da verə bilərsiniz. Instagramdan takip edə bilərsiniz. Düzdür, Instagramda hal-hazırda aktiv deyiləm, amma yəni paylaşımlar var, oradan girib paylaşımlarla da maraqlana bilərsiniz. Arzu xanım, çox sağ olun, təşəkkür edirik sizə. Həqiqətən çox məhsuldar bir görüş oldu. Bir saatdan çoxdur ki, əməyiniz verirsiniz. Həm bilik təcrübənizi bizlərlə bərabər bölüşdünüz. Mən həm öz adımdan, həm iştirakçılar adından sizə təşəkkürümü bildirirəm. Sizi çox yormayaq. İstəyirəm ki, bu günlük görüşü yekunlaşdıraq. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun.